Hətta elmi başqa vasitələrlə, məsələn, paylaşmaqla yaymağı özünə rəva bilmirsə, bu da dəvətə yardım etməyənlərdən sayılır. Hər kəs də təbii ki, etmədiyi miqdarda hesaba çəkiləcəkdir. Ola bilər sənin Allahın dini üçün deyəsən ki, mənim bir dənə statusda bir dənə dərsi paylaşmaqla nə olacaq? Kim baxacaq? Və hədisin davamına baxın, deyir, وَلَا مَنْ خَذَلَهُمْ Xuzlan əhlinin etdiyi də onlara zərər verməyəcək. Yaxşı, bəs xuzlan əhli kimdir? Bidət əhlidir mi xuzlan əhli? Xeyr. Xuzlan əhli özümüzdən olub, bizi kimi etiqad edib, bizi yardımsız buraxanlardır. O insan ki, malı ilə Allahın dininə yardım edə bilər, Allahın dininin izzətlənməsi üçün yardım edə bilər, etmirsə xuzlan əhlidir. Rasulullah s.ə.v sahabələrə deyir, kim Allahın dini üçün yardım edər? Məşhur hədisi bilirsiniz. Ömər radiyallahu anh deyir, bugün Əbu Bakırda qarşı hər kəsi keçəcəm. Mal dövlətinin yarısını gətirir, Peyğəmbər s.ə.v qarşısına qoyur. Deyir, ya Ömər, nə tərk etdin ailən üçün? Deyir, yarısını ya Rasulallah. Az sonra Əbu Bakır radiyallahu anh gətirir. Deyir, ey Əbu Bakır, sən nə tərk etdin? Deyir, Allah və Rasulunu tərk etdim. Heç nə buraxmır. Osman radiyallahu anhu, biz bunu xütbələrimizdə yadınızda da danışmışıq. Osman radiyallahu anhu 700 nəfərlik bir ordunu tam silahlandırır və Rasulullah s.ə.v deyir ki, bundan sonra Osman nə günah eləsə Allah onu bağışlayıb. Bütün gün, gələcək günahlarını bağışlayıb. Bu da əzəmətli hədislərdəndir. Buxari Müslimin rivayət etdiyi hədisdir. Rasulullah s.ə.v buyurur ki, Lə təzəlu taifətun min ümməti qaimətun aləl haqqi lə yadurruhum mən xazələhum və lə mən xaləfəhum. Hatta yəti əmrullahi və hum alə zəlik. Rasulullah s.ə.v bu hədisdə də buyurur ki, ümmətimdən bir tayfə haqq üzərində davam edəcək. Onları yardımsız buraxanların yardımsız buraxmağı və yaxud müxalif olanların müxalif olmağı onlara zərər verməyəcək. Ta ki, Allahın əmri gələnə qədər, yəni qiyamət qopana qədər haqq əhli olacaq və onlar bu şəkildə davam edəcəklər. Və bu hədis, qardaşlar, çox əzəmətli hədislərdəndir. Rasulullah s.ə.v bu hədisdə, qardaşlar, baxın, deyir ki, ümmətindən bir tayfa haqq üzərində davam edəcək. Bu da göstərir, bu da möminlərə, iman əhlinə təsəllidir. İman əhlinə təsəllidir ki, haqq əhli həmişə olacaq. Eyni zamanda, həmin hədisin başqa ləfslərində gəlir ki, mansurin, yardım olunmuş tayfədir. Taifətun mansura sözü oradandır, yardım olunmuş tayfə. Firqatun nəciyə gəlir bir ləfsdə, yəni qurtuluşa çatmış firqədir. Lə yadurruhum, Peyğəmbər s.ə.v nə deyir? Onlar haqq üzərində davam edəcəklər. Onlar yardım olunmuş olacaqlar. Bu, iman əhlinə, haqq əhlinə bir təsəllidir. Sənin üçün təsəlli ki, əlhamdülillah, Allah azə və cəllənin yardımı kəsilməyəcək. Lə yadurruhum mən xaləfəhum. Onlara müxalif olanların müxalif olması onlara zərər verməyəcək. Subhanallah, bu da bir təsəllidir sənin üçün. Təsəllidir iki tərəfdən. Birinci tərəfdən odur ki, sabah sənə müxalif olanları görəndə, subhanallah, niyə dində bu qədər firqələr var, bu qədər müxalifliklər var deyərək təəccüblənmə. Çünki Rasulullah s.ə.v bunu xəbər verib. Niyə görə onlar bizə qarşı belə davranırlar, bizə ziyan vurmaq istəyirlər, bizə zərər vermək istəyirlər, digər firqələr niyə bizə qarşı belə olurlar deyə təəccüblənmə. Çünki Rasulullah s.ə.v xəbər verib. İkinci tərəfdən təsəlli nədir? Deyir, lə yadurruhum. Onlar sizə zərər verə bilməyəcəklər. Deməli nədir? Onlar bizə zərər vermək istəyəcəklərmi? Bəli, istəyəcəklər. Lakin verə bilməyəcəklər. Əziyyət verə biləcəklərmi? Bəli, əziyyət verəcəklər. Allah azə və cəllə buyurur ki, lə yadurrukum illə əzə. Onlar sizə əziyyətdən başqa bir zərər verə bilməzlər. Quran ayəsidir bu. Sənə əziyyətləri toxuna bilərmi? Bəli. Lakin zərər xeyr. Zərər verə bilməzlər. Nə qədər ki, sən haqq üzərindəsən, doğru mənhəc üzərindəsən, Allahın əmr elədiyi kimi yaşayırsan, bil ki, heç kəs sənə zərər verə bilməz. Allah azə və cəllənin himayəsi altındasın. Allah azə və cəllənin yardımı səndən kəsilməyəcək. Və bizə müxalif olanlar, qardaşlar, kimlərdir? Bizdən olmayan bütün hər kəs bizə müxaliflərdir. Lə yadurruhum mən xaləfəhum. Onlara müxalif olanlar onlara zərər verməyəcək deyəndə kimlər nəzərdə tutulur? Bütün qeyri-müsəlmanlar birinci olaraq, müsəlman olmayan bütün dinlər, bütpərəsindən, ateisindən tutmuş, kitab əhlindən tutmuş hər kəs.
müxaliflərdir. Və həmçinin İslamda olub sünnət yolunda, Rasulullah s.ə.v-in yolunda olmayan bütün firqələr, xavarici, sufisi, mütəziləsi, murciyası, cəhmisi, rafizisi, hamısı sənə zərər vermək istəyir, lakin sənə zərər verə bilməyəcəklər. Hər kəs. Bunlar hamısı kimlərdir? Müxaliflərdir. Bizə müxalif olanlardır. Aydın oldu mu müxaliflər kimlərdir? Və hədisin davamına baxın. وَلَا مَنْ خَذَلَهُمْ Xuzlən əhlinin etdiyi də onlara zərər verməyəcək. Yaxşı, bəs xuzlən əhli kimdir? Bidət əhlidir mi xuzlən əhli? Xeyr. Çünki bidət əhli hamısı müxaliflərə daxildir. Xuzlən əhli hara gəldi? Xuzlən əhli özümüzdən olub, bizi kimi etiqad edib, bizi yardımsız buraxanlardır. Bizə zərər vermək istəyənlərdir. Eyni inancdayıq, eyni etiqaddayıq, sənə zərər verir. Dili ilə zərər vermək istəyir. Sənə canı ilə hər tərəfdən sənə zərər toxundurmaq istəyir. Bunlar sünnə əhli olub, amma səni xazələ feili nədir? Yardımsız buraxmaq deməkdir. Tərkun nusradır ərəbcə. Yardımı tərk etmək deməkdir. Yəni, səni dəvət meydanında yardımsız buraxanlar, sənin dəvət yolunda sənin qabağına daş qoyanlar hamısı kimlərdir? Xuzlən əhlidir. Və bunların da isimləri insanda çox ola bilər. Və yaxud hətta şərtdir ki, daş qoysun, heç bir şey etməmək də xuzlən əhlinə daxildir. Və bura birinci daxil kimlərdir? Allahın dinini öyrənir. Öyrəndikdən sonra bunu insanlara çatdırmayan, hansı ki artıq onun üzərinə vacibdir, bu xuzlən əhlidir, Allahın dinini yardımsız buraxanlardandır. O insan ki, dəvət edənin dəvətinə mane olur, ona dil uzadır, onu insanların gözündə pisləyir, ona iftiralar atır, o da xuzlən əhlidir. Dəvətin qabağına daş qoymaqla dəvəti yardımsız buraxanlardandır. O insan ki, Allahın dinini onun əlinlə Allah Azze və Cəllə yaymağı ona nəsib edib, hər hansı bir vasitə ilə, cahıyla, adıyla, məsələn, söz sahibidir, Allahın dini üçün sözü ilə bir şey edə bilər, etmir, o xuzlən əhlidir. O insan ki, malı ilə Allahın dininə yardım edə bilər, Allahın dininin izzətlənməsi üçün yardım edə bilər, etmirsə xuzlən əhlidir. Deyəcəksiniz ki, Allahın dininin bizim yardımımıza ehtiyacı mı var? Xeyr, Allahın dininin heç nəyə ehtiyacı yoxdur. Sənin Allahın dininə yardım eləməyə ehtiyacın var. Sənin Allahın dininə yardım etməyə ehtiyacın var. Və Peyğəmbər s.ə.v-in dəvəti başlayanda, dəvətin sonuna qədər sahabələr necə davrandılar? Demədilər ki, ya Rasulullah, Allah Azze və Cəllə sənə yardım edir. Biz niyə canımızı, malımızı təhlükəyə ataq? Biz əlhamdülillah əsas odur ki, iman gətirmişik. Namazımızda, orucumuzda, ibadətimizdə bıraq, işimizi, gözümüzü görək. Dedilər mi? Xeyr, demədilər. Onlar Peyğəmbər s.ə.v özlərini sifər etdilər. İstər Bədir döyüşündə olsun, istər Uhud döyüşündə olsun. Zübeyir radiyallahu anh sinəsini Rasulullah s.ə.v qabağına verib, oxla kafirləri vururdu Uhudda. Rasulullah s.ə.v müdafiə eləyirdi. Həmçinin Musab radiyallahu anhu özünü Peyğəmbər s.ə.v sifər edir. Müşriklər Rasulullah s.ə.v öldürmək istəyəndə özünü irəli verir. Qılınc ona dəysin deyə, Peyğəmbər s.ə.v dəyməsin deyə. Və şəhid olur. Canlarını fəda edirlər. Deyərdi ki, mənim nə işim var? Abu Bakr radiyallahu anhu, Peyğəmbər s.ə.v deyir ki, hər kəs məni yalanlayanda Abu Bakr canı ilə, məli ilə mənə yardım etdi. Rasulullah s.ə.v sahabələrə deyir, kim Allahın dini üçün yardım edər? Məşhur hədisi bilirsiniz. Ömər radiyallahu anh deyir, bugün Abu Bakr'da qarşı hər kəsi keçəcəm. Mal dövlətini yarısını gətirir, Peyğəmbər s.ə.v qarşısına qoyur. Deyir, ya Ömər nə tərk etdin ailən üçün? Deyir, yarısını ya Rasulullah. Az sonra Abu Bakr radiyallahu anh gətirir. Deyir, ey Abu Bakr, sən nə tərk etdin? Deyir, Allah və Rasulunu tərk etdim. Heç nə buraxmır. Osman radiyallahu anhu, biz bunu xütbələrimizdə yadınızda da danışmışıq. Osman radiyallahu anhu 700 nəfərlik bir ordunu tam silahlandırır və Rasulullah s.ə.v deyir ki, bundan sonra Osman nə günah eləsə Allah onu bağışlayıb. Bütün gün gələcək günahlarını bağışlayıb. Allahın dininə
Allah'ın dini bir yerde güc qüvvət tapandan sonra, güclənəndən sonra ora yardım edenlerle zayıf vaxt yardım edenler eyni ola bilməzlər. Necə ki Allah Teala Quran-ı Kərimdə deyir, yəni fəthdən öncə iman gətirənlərlə və Allah'ın dininə yardım edənlərlə Məkkənin fəthindən sonra edənlər bir deyil. Fəthdən öncə olanlar daha üstündülər. Fəthdən sonra hər kəs edir. Məsələn, deyək ki, artıq bir yerdə məsələn böyük bir dəvət mərkəzi qurulub, dəvətlər gedir, yüzlərlə, minlərlə insan, hər kəs ora yardım eləmək istəyir. Hər kəs, amma əsas başlanğıcda artıq buna nədir? Onun savabına fikirləşmək lazımdır. Və bu da həmçinin ora daxildir ki, mənim nə işim var demək, dəvəti yardımsız bıraxın, onlar da xuzlan əhlidir. Həmçinin bir insan hətta elmi başqa vasitələrlə, məsələn, paylaşmaqla yaymağı özünə rəva bilmirsə, bu da dəvətə yardım etməyənlərdən sayılır. Hər kəs də təbii ki, etmədiyi miqdarda hesaba çəkiləcəkdir. Və yəni, bu Allah Azze və Cəllənin dinidir, bu Allah Azze və Cəllənin dinini yayacaq. Allah Teala buyurur ki, Vallah mutimmu nurihi. Allah nurunu tamamlayacaq. Bu Allah'ın vədidir. Lakin yetər ki, sən də ora bir qatqın olsun. O məşhur ki, qıssa var. O İsrailiyyət kitablarında ki, gəlir. İbrahim Aleyhisselamı ateşə atanda qarışqa gəlir. Deyirlər ki, sən nə edirsən? Deyir, səhvimi bəlli eləyirəm. Sən səhvini bəlli eləyirsən. Ola bilər sənin Allah'ın dini üçün deyəsən ki, mənim bir dənə statusda bir dənə dərsi paylaşmaqla nə olacaq? Kim baxacaq? Nə bilirsən? Bir insanın qəlbinə səbəbkar olarsan, haqqın girməyinə səbəb olarsan, o insan ümmətin böyük alimi olar. Bunun real bir misalını çəkim sizə. Mədinənin böyük alimlərindən, şeyxlərindən Şeyx Əbu Bakır Cəzairi rahimehullah 95-dən artıq yaşı var idi vəfat eləyəndə, bir neçə il bundan qabaq vəfat elədi biz Mədənədə olan vaxtı. Şeyx Abbad kimi alimlərin şeyxi olmuşdu adam. Şeyx Abbad da onun tələbəsi olmuşdu. Və o insanın əli ilə nə qədər böyük əlindən nə qədər böyük alimlər çıxıb. O insanın nə qədər yazdığı kitablar var. Quranın təfsiri və başqa kitabları. Və o insan bizim universitetdə, Mədinə İslam Universitetinin Quran fakültəsinin əsasını qoymuş adamdır. O fakültənin də uzun müddət dekanı olmuşdu. O insan Saudiya Ərəbistanında bu günə qədər də yayımlanan 24 saat yayınlanan İzaatul Quran, Quran radiosu var. Quran radiosunun təşəbbüskarı, onun açılmasının əsas səbəbkarı olmuşdu. O radiodan nə qədər insanlar faydalanır, 24 saat o radio işləyir və səbəbkara da ondan savab gedir. Nə qədər xeyir əməl və özdə Şeyx Rahimullah da ümumiyyətlə sağlığında da müstəcəb dua kimi tanınırdı. Şeyxin danışdığı bir qıssa var. Deyir ki, Şeyx Cəzairli əsirli idi. Deyir, mən deyir, cavan 15-16 yaşlarımda Cəzairdə olardı, anamla bərabər bir qəbirin başında durub qəbirdən kömək istəyirdik, deyir. Şirk eləyirdik. Və bir nəfər deyir, bu torpaqlardan, yəni Saudiyədən bir nəfər ora gələn sıradan bir müsəlman idi. Yəni, çox ehtimal ki, deyir, adam turizm məqsədi ilə gəlmişdi, gəzməyə gəlmişdi və bizi gördü, deyir. Və yaxınlaşdı mənə, deyir, Kitab-ı Tövhidi, Şeyx Muhammed Allah'ın Kitab-ı Tövhidi verdi, deyir. Yəni, kitabı verdi, deyir və getdi. Və mən də, anam da oxudum, tövbə elədik, deyir və qayıtdım. Təbii ki, orada sıxıntılar olur, orada Quburilər onu incidir və şeyx oradan Saudiyə gəlir və gəlir Saudiyədə elm alır və 50 ildən artıq Peyğəmbər s.ə.v məscidində dərs edir. O insan ki, ona kitabı verən var, şeyx saydığımız nə qədər savablar qazandısa, bir o qədəri o sıravi müsəlmana yazıldı. Baxın, şeyxin qazandığı, keçdiyi kitab, dərslər, 50 ildən artıq Peyğəmbər s.ə.v məscidində dərs ver. 10 illərlə Mədinə İslam Universitetində dərs ver. Quran fakültəsinin açılmasına səbəbkar ol. Quran radiosunun təşəbbüskarı ol. Əlindən, yüzlərlə, minlərlə alim çıxsın. Bu qədər savablara sahib ol və o sən qazandığın qədər də sənə o kitabı verən savab qazanır.
Yəni Allahın dininə yardım eləmək asan bilməyin. Ən xeyirli yatırımdır. Desə belə bir dəvətçi zəhmət çəkir, gecə gündüz oxuyur, çalışır, əziyyət çəkir, yəni dəvət eləyir və sən onun savabını qazandığı qədər qazana bilərsən. Onun sən yatırsan evində, tələbə gedir, dəvət eləyir, öyrənir, çatdırır və sən yata-yata o qazandığı qədər sən də qazanırsan. Baxın, subhanallah, Allahın lütfüdür, Allahın rəhmətidir. İnsan nələrə nail ola bilər. Sadəcə olaraq bəzi şeylər zaman-zaman xatırlamağa ehtiyac var. Və burada Peyğəmbər sallallahu əleyhi və səlləm deyir: "Lə yadurruhum men xazalahum." Onları yardımsız buraxanlar onlara zərər verə bilməyəcəklər. Yəni ona görə insan qorxmalıdır ki, o xuzlən əhlindən olmasın. Qiyamət günü Allahın huzuruna xuzlən əhli kimi çıxmasın. Ta ki bu qiyamətə qədər Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, qiyamətə qədər bu davam edəcək.